Türkiyə tərəflərin razılığı və istəyi olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın görüşünü öz ərazisində təşkil etməyə hazırdır. Bu barədə RIA Novostiyə Ankaradakı diplomatik mənbə məlumat verib. Tərəflərin hazır olması və razılıq verilməsi halında belə bir görüşün Türkiyədə keçirilməsi mümkündür. Rusiya və Birləşmiş Ştatların Türkiyə ərazisində danışıqlar aparmaq təcrübəsi artıq mövcuddur, deyə mənbə qeyd edib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Vatikan görüşü zamanı Volodymyr Zelenski ondan daha çox silah istəyib. Trump bu barədə Morristown hava limanında jurnalistlərlə söhbəti zamanı danışıb. Zelenski mənə dedi ki, ona daha çox silah lazımdır, amma o bunu artıq 3 ildir ki deyir. Trump'ın sözlərinə görə bu dəfə söhbət zamanı Zelenski əvvəlkilərlə müqayisədə daha sakit davranıb. Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon dollar borcunu ödəyəcək. Bu barədə iki ölkənin birgə bəyanatında bildirilir. Açıqlamada qeyd olunub ki, bu borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyi bərpa etməyə imkan verəcək. Aprelin ortalarında Dünya Bankının nümayəndə heyəti Dəməşqdə Suriya rəhbərliyi ilə əməkdaşlıq, eləcə də sanksiyalar rejiminin təsirini yumşaltmaq yollarını müzakirə edib. Türkiyənin İstanbul şəhərində 3,5 magnitudalı zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə yerli təkanlar Böyükçəkməcə rayonunda qeydə alınıb. Təbiət hadisəsi ötən gün yerli vaxtla saat 22:43-də qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir. Bu, Türkiyədə ötən gün ərzində qeydə alınan ikinci zəlzələdir. Robotlar 5 il sonra ən yaxşı cərrahları keyfiyyətli tibbi əməliyyatları icra etməkdə qabaqlayacaq. Belə bir iddia ilə Amerikalı iş adamı Elon Musk çıxış edib. O, X sosial şəbəkəsində qeyd edib ki, onun Neuralink şirkəti beyinlərə elektroidlərin yeridilməsi əməliyyatını həyata keçirmək üçün robotlardan istifadə etməyə məcbur olub. Çünki insan əlləri bu əməliyyatı tələb olunan sürət və dəqiqliyi ilə yerinə yetirə bilmir.